də ki, bu meyxanaçılar arasında deyirlər ki, yeni gələn meyxanaçılarla belə deyək də, köhnə tanınan meyxanaçılar bir məclisə düşmək istəmirlər, meyxana demək istəmirlər, bir növ yeniləri qəbul etmək istəmirlər. Varmı elə bir hallar? Mənə görə yoxdur, başqasını deyə bilmərəm. Məsələn, elə bir hallarla məclislərdə falan qarşılaşmısanmı? Görmüsənmi elə bir hallar? Görsəm də zaten lap tutarım. Demərəm. Hə, deyim ki, görmüşəm. Sən məndən ad soruşasan, mən demərəm. Kimisə həyası gedər. Yox, ad soruşmayacağam. Sadəcə belə deyək də, mövzu barədə danış. Çörəyə qarışmaq məsələsidir. Kişinin çörəyinin qarşısını almaz. Düzdür, elə bir vəziyyət yarana bilər ki, məsəl üçün, düzdür, məndə olmayıb, nə yalan deyim. Mən hətta ən düşmən olduğum bir insanla da çörək qazanmağa gedmişəm. Yəni, mənim düşmənçiliyim bu kişinin özü ilə də, bunun ailəsi ilə mənim nə problemim var ki? Yəni, Allah görür, bu mənlik deyil. Bunu hamı da bilir. Mən nə danışıramsa, mən özümü tərifləmək üçün danışmıram. Hamının gözünün qarşısında yaşadığım şeyləri danışıram. İndi kimsə kimlənsə düşmək istəmir, o da onun öz fikridir. Məsələn, mən səndən danışmaq istəmirəm. Məcburam səndən danışmağa. İstəmirəm. Sən də görürsən ki, yox, mən səndən danışanda, danışmasam sən çörəyindən olacaqsansa, mən səndən danışaram. Yox, bir dənə mövzu var ki, sən mənə kürəyimdən vurmusan, sən mənə xəyanət eləmisən, sən məni pis vəziyyətdə qoymusan, mən səndən heç çörək də qazanmaq istəmirəmsə, bu da mənim haqqımdır. Sən xain adamsan, xainlə mən çörək qazanmaq istəmirəm. Qorxuram, orada da xainlik eləyərsən mənə. Bəraətim var. Yox, sən tək özün, ya mən gəlməyim, sən git çörəyi qazan. Bu başqa mövzulardır. Qaldı ki, bəzi məsələ var, ora biraz düzgün yanaşmırlar. Mənim sənlə meyxanam gözəl alınır. Və biz ikimiz meyxana deyəndə maraqlı alınır, bizə daha çox maraq edirlər. Qruplaşma məsələləri var. Qruplaşma deyil o. Qardaşım, mənim səndən meyxanam yaxşı alınır. Üçüncü adam istəyir ki, bizlə meyxana desin. Onunla bir dəfə, iki dəfə alınmır da. Mən məcburam, yenə də səndən elə bir şərait yaradıram ki, yenə biz ikimiz deyək. O üçüncü adam gedir kənarda deyir ki, bunlar qruplaşdılar. Qardaşım, səndən alınmır da. Yəni, belə deyək də, meyxanaçılar kimlə ki alınmır, ona elə şərait yaradırlar ki, o özü başa düşüb çəkilsin. Onu heç meyxanaçılar denəmir. Dinləyicilər edir. Deyir, qardaşım, mən istəyirəm filan kəsdən filan kəs desin. Dəfələrlə məclisdə olmuşuq. 5 nəfərik. 2 nəfər solumda, 2 nəfər sağımda olub. Yerdən deyiblər ki, bu 2 nəfərlə bu 2 nəfər desin. Ortada tək qalmışam. İndi mən durum inciyim ki, başa düşmədim. Bunları istəyirlər də. Mən də tək dayanmışım. Bunlar ikisi ilə deyişiblər, mən də qulaq asmışam. Mən nə olar ki? Belə istəyiblər. Elə məclis olub ki, həmin o 5 nəfər, 10 nəfər oturub, deyiblər ki, Mehdi ilə filan kəs desin, o birisilər qalıb. İndi o deməkdir ki, bunlar məndən zəifdirlər, bunlar elə hamısı məndən güclüdürlər. Adam belə istəyir. Mən durub bunun söhbətini eləmirəm. Eləyənlər var, o eləyənlər də düzgün eləmirlər. Sən özünü elə göstər ki, adam, sən istəyirlər ki, biraz tanınmış meyxanasının yanında görsənsin. Desin ki, mən də deyirəm. Sən zaten deyirsən. Tamam. Bu tanınmış meyxanaçı, daha çox sevilən meyxanaçını, adam toy yəsi istəyir, bu birisi ilə desin. Amma sən istəyirsən ki, bunun yanında görsənəsən. Sən gücü bitirirsən burada. O elə sənin özünü desinlər ki, kişi, deyirsən, bundan sən fikir bildir, baxaram, belə deyirəm. Sən amma həsədlə baxırsan ki, orada olum. Heç vaxt mənə maraqlı gəlməyib. Çünki mənim marağımda deyir heç kim. Ən belə zirvədə durandan ən aşağıda. Kim yaxşı oğlandır, mən onunla dostum. Kim yaxşı insandır, onunla çörək qazanıram. Bu yaxşı meyxana, mən üçün yaxşı meyxana deyəm. O nə qədər də yaxşı, kiməsə görə yaxşı meyxana deyəm. Elə bir moment olar ki, o sıxaramdır, mən danışa bilirəm, söhbət eləyə bilirəm, belə də eləyə bilirəm, meyxana ilə də eləyərəm. Bir də meyxanada dini mövzu var, hansı ki, dini və dünyəvi mövzu var meyxanada. Bu iki mövzunu eyni aparan meyxanaçılar da var və elə meyxanaçı da var ki, ancaq dini mövzularda meyxana deyir.
Bu iki mövzunun toqquşması. Sən buna necə baxırsan? Bayaq qeyd elədim, bir söz dedim ki, meyxana deyənin hər bir sahədən az da olsa məlumatı olmalıdır. Bəli. Din, bəyəm dində biz pis nəsə demirik. Qafiyə olur ki, orada istər-istəməz dinə müraciət eləməlisən. O, səndən asılı olan məsələdir. Çünki bədahətən gəlir söz. Və o söz ki, baxırsan, mən dində hansısa bir hadisəni bu sözə uyğun deyə bilərəm. Və yaxud da ki, ibrətamiz bir dənə söz deyə bilərəm. Onun mən pis baxmıram. Mən lap əla da baxıram, yaxşı da baxıram. İndi belə yekəbaşlıq kimi çıxmasın, lovğalıq kimi çıxmasın. İndi alimlərimiz, nə bilim, dini xadimlər biraz mənə qınaya bilərlər bu mövzuda. Ki, məsələn, filan kəsin adı filan yerdə çəkilməməlidir. Tamam, mən ona da razıyam, düz deyirlər. Amma elə bir, bədahətəndir də, adamın özündən asılı olmur. Söz gəlir, bir şey ki, ilahi vergidir. Bu sözü bizə, ilahi vergini ki, bizə verir, biz onun yolunda da istifadə eləməliyik. Əslində elə biz bu istedadı Allahın yolunda istifadə etməliyik. İndi bu günləri bizim imanımız o dərəcədə olmadığından, amma fitrətimizdə, ruhumuzda bu eşq olduğuna görə o bizdən asılı deyil. Məsəl üçün, qafiyə tutular ki, orada sevgidən, eşqdən mövzu düşər. Bu bədahətən olduğuna görə mənim ruhum bunu deyir. Bu sözün ruhum deyir. İstər-istəməz mən öz eşqimi deməliyəm və deyirəm. Elə bir qafiyə ola bilər ki, dünyavi sevgidən ola bilər, orada deyərəm. Amma ilahiyyatçılar arasında da bu mövzuda, meyxana məsələsində fikir ayrılıqları var da. Bəziləri deyirlər ki, meyxana günahdır, günah sayılır. Bəziləri isə deyir ki, yox, meyxana həqqin səsidir. Sənin üçün necədir? Bilirsiniz, adicə bildiyimiz içki ki var. İçki. Özlüyündə mübahdır. Bildiyimiz spirtli içki özlüyündə mübahdır. Bəli. Sən içdinsə sənə haramdır. İçmədinsə yerindədir spirt. Sən onu haramdır deyə bilməzsən. O özlüyündə spirtdir. İndi meyxanada elə bir məclis olar ki, orada sırf insanlar daha çox dinə meyilli olanlar və yaxud da orada biraz möminlər çox olar. Onların könlün, onların zövqün oxşamaq üçün sən məcbursan dinə müraciət edəsən. Mən durub hansısa bir içki məclisində, hansısa bir əyləncədə, xanımların çox olduğu yerdə dindən meyxana demirəm ki. Və yaxud da hansısa bir möminlər olan məclisdə durub hansısa bir xanımın adını çəkmirəm ki, yəni bildiyimizdə. Bəli. Və yaxud da ki, orada bir duet oxumuram, və yaxud nə bilim, qızdan zaddan danışmıram ki. Yəni, hər məclisin öz mövzusu var. Mövzunu kimlər ki qarışdırır, problem onlardadır.